Salam değerli 6. sınıflar. Bu videoda sizin için yeni kitap olan Game Changer'dan başlayacağız ve baxırıq səhifə 6-ya. Deyir ki, complete the family tree with the words below. Ailə ağacını, yəni bax bunu aşağıdakı sözlərlə tamamla. Then listen, check and repeat. Daha sonra dinlə, yoxla və təkrarla. Gəlin sözləri oxuyaq. Aunt, xala, bibi deməkdir. Dad, ata deməkdir. Mom, ana. Brother, ata, üzr istəyirəm, qardaş. Grandma, nənə. Sister, bacı. Cousin, kuzen, yəni əmioğlu, əmi qızı, dayı oğlu, dayı qızı, bibi oğlu, bibi qızı və xala oğlu, xala qızı. Granddad, baba, uncle, əmi, dayı. Gəlin ailə ağacını bir yerdə tamamlayaq. Nənə grandma, baba nədir? Grandpa və yaxud da granddad. Okay. Sonra ata nədir uşaqlar? Dad. Ana nədir? Mom. Dayı, əmi nədir uşaqlar? Uncle. Xala, bibi nədir? Aunt. Görək, cousin. Bu ikisi yəqin cousin'dır. Onları yazırıq cousin. Bu qardaş brother. Bu da bacı sister. Və bu mən özüməm. Me, mən. Okay? Və sonra uşaqlar, biz keçirik possessive adjectives. Possessive nə deməkdir? Yiyəlik. Possessive yiyəlik. Sifətləri, adjective sifətləri. Uşaqlar, bunu yadınızda saxlayın. Possessive adjective sözün yadınızda saxlayın. Çünki KSG, BSG düşəndə siz bunları yazacaqsınız, bilməlisiniz. Və bilirsiniz ki, ingiliscə olur. İndi isə deyir ki, copy the table, cədvəli köçürün and complete with the correct words və düzgün sözlərlə tamamlayın. Uşaqlar, singular tək deməkdir. Lüğət dəftərinizə bunları yazın. Plural cəm deməkdir. Və bilirik ki, bunlar şəxs əvəzlikləridir. Yəni, şəxs əvəzliyinə ingilis nə deyir? Personal pronouns. Okay? Mən, I, sən, you, he, o kişi cinsi, she, o qadın cinsi, it, o cansız əşyalar və yaxud da heyvanlar. Və görürük ki, bunlar nədirlər? Təkdədirlər. Cəm olanlara baxaq. Mən, biz, we, siz, you, they, onlar. Necə oxundu? They. Və onların yiyəlik, əvəzlik, yiyəlik sifət formaları bu cürdür. Mən oldu I, mənim my, you sən, your sənin, he o kişi cinsi, onun kişi cinsində olacaq his, she o qadın cinsi, onun qadın cinsində olacaq her, it o cansız və yaxud da heyvanlar, onun əşyaları və yaxud da heyvanları göstərəndə onun deyiriksə its. Özləri veriblər. Və we, biz, bizim olacaq our, tələffüzə fikir verin, necə oxunur? Our yazılır, our deyilir. You, sizin, you, siz, your, sizin. They, onlar, onların nə olacaq? Their.
Əgər yadınızdadırsa, 5-ci sinifdə siz bunları ətraflı keçmirsiniz. Düzdür? Uşaqlar, yadınızda saxlayın ki, yiyəlik sifətləri əgər cümlənin əvvəlində və ortasında gəlirsə, özündən sonra isim tələb eləyir. Əgər cümlənin sonunda gəlirsə, isim olmaya da bilər. Yox, üzr istəyirəm uşaqlar. Mütləq cümlənin sonunda bunlar gələ bilməz. Onlar başqa əvəzliklərdir. Onları inşallah gələcəkdə keçəcəyik. Bunlar cümlənin əvvəlində və ortasında işlənirlər və özündən sonra mütləq isim gəlməlidir. Cümlənin sonunda bunlar işlənə bilməzlər. Yaxşı, bunu yadımızda saxlayaq. Və indi isə deyir ki, 3-cü tapşırığı tamamlayın. Gəlin baxaq, nə deyir? Use, istifadə elə. Possessive adjectives. Nədən istifadə elə? Yiyəlik sifətlərindən istifadə elə. Nə üçün istifadə elə? To complete the sentences. Tamamlamaq üçün. Nəyi tamamlamaq üçün? Cümlələri. The sentences, cümlələri. Bunları da əzbərləyin uşaqlar. Çünki bunlar yadda qalmalıdır. KSG, BSG-də bilirsiniz ki, sizin imtahanlarınız ingiliscə olur, Azərbaycanca olmur. Ona görə də bunları yadda saxlamağınız sizin üçün faydalıdır. İndi birinci cümləni özləri yazıblar. Oxuyaq, tərcümə eləyək. My friend Zoe and I do our homework at school. Uşaqlar, deyə bilərsiniz ki, our nədir? Bizim. Nəyə görə burada bizim işlənir? Axı burada I var. Ona görə ki, uşaqlar, burada neçə adam var? 1, 2. Bir nəfərdən çox olanda bilirik ki, bu nədir? Cəmdir. Ona görə də biz cəm formasını, yəni plural formasını istifadə edirik. Okay? My friend Zoe and I do our homework at school. Dostum Zoe və mən bizim ev tapşırıqlarımızı məktəbdə edirik. İkinci çalışmanı oxuyuram. Hi. Boş qoyublar. Yerinə bir şey qoymalıyam. Cümləni oxuyum görüm nə qoymalım. Name's James. What's your name? Aha, sənin adın nədir? Deməli, mən özümü təqdim eləyirəm, sonra da səni soruşuram. My name is James. What's your name? Salam, mənim adım James'dir. Sənin adın nədir? Emma loves. Emma uşaqlar adam adıdır və qız adıdır. Qız adı olanda qızlarla biz nə işlədirdik uşaqlar? Baxaq. Yiyəlik əvəzliyi və yaxud da yiyəlik sifəti nə olacaq? Her. Emma loves her new bike. Emma özünün yeni velosipedini sevir. She takes it everywhere. O onu hər yerə götürür. Dördüncünü oxuyuram. You have a lot of clothes. Sənin çoxlu paltarın var. Sizcə burada nə olar uşaqlar? Kimin çoxlu paltarı var? Sənin. Deməli, sənin nə olacaq? Burada yiyəlik sifəti sənin olacaq. Aha. Bir dəqiqə uşaqlar, səliqəli yazım. Siz də yaxşı oxuya bilərsiniz. Is your wardrobe big? Sənin paltar dolabın böyükdür. Okay. 5-cini oxuyuram. This is the new student. Bu yeni tələbədir. Bilmirik bura nə yazırıq, amma adam adına baxıram. Peter. Peter nəyin adıdır? Kimin adıdır? Oğlanın yoxsa qızın? Oğlanın. Oğlanın olanda, dedik ki, oğlan olanda nə istifadə edirik? His. Onun, yəni his name is Peter. Onun adı Peter'dır. 6-cını oxuyuram uşaqlar. My sisters like
sport. Mənim bacılarım, sisters, burada et şəkilçisi, lər şəkilçisi var. İdmanı sevirlər. 2 nəfər bacılarım. Orada sayını demir, amma çoxdular. Düzdür? Cəm olanda biz nə istifadə eləyirdik? Ya our, ya your, ya da their. Burada mənim bacılarım idmanı sevirlər. Mən deyə bilərəm, bizim sevimli dərsimiz idmandır. Xeyr, kimlər sevir? Onlar sevirlər. Düzdür? Ona görə də nə deyirəm? Onların sevimli dərsi idmandır. Ona görə də bura nə yazıram? Their favorite lesson is PE. Onların sevimli dərsi idmandır. Və keçirik uşaqlar possessive apostrof s. Yəlik apostrof s. Bu nədir uşaqlar? İsmin yəlik halı. İsmin yəlik halına ingilislər nə deyirlər? Possessive. Yəlik sözü bildik ki, nə deməkdir? Possessive. Hal nədir? Case. İsim nədir? Noun. Possessive case of nouns. Uşaqlar, Azərbaycan dilində ismin bilirik ki, 6 halı var. Onlardan biri də yəlik halıdır. İngilis dilində isə ismin cəmi cümlətani 2 halı var. Hansılardır? Adlı hal və yəlik hal. Adlı hal olduğu kimidir. Yəlik heç bir şəkilçə əlavə olunmur. Amma yəlik halında biz şəkilçə əlavə edirik Azərbaycan dilində olduğu kimi. Azərbaycan dilində yəlik hal şəkilçisi, uşaqlar, yadınıza salın görək nədir? Məncə siz bunu bilirsiniz. In, in, un, ün şəkilçisi, düzdür? İngilis dilindəki yəlik hal şəkilçisi isə bu apostrof s-dir. Yəni, Azərbaycan dilində, məsələn, əgər deyirəmsə Fidanın kitabı, İngilis dilində fidan olduğu kimi qalır. Və dedik ki, in, in, un, ün şəkilçisi nədir? Apostrof s. Düzdür uşaqlar? Olacaq, in, in, un, ün şəkilçisini mən nə ilə əvəz eləyirəm? Apostrof s ilə. Fidans, kitab nə olacaq? Book. Və uşaqlar, apostrof s-dən sonra əgər cümlənin əvvəlində və ortasında gəlirsə, mütləq özündən sonra isim gəlməlidir. Amma cümlənin sonunda gəlirsə, isim gəlməyə bilər. Okay? Yadınızda saxlayın. Apostrof s cümlənin əvvəlində və ortasında gəlirsə, özündən sonra isim mütləq gəlməlidir. Sonunda gəlirsə, isim gəlməyə bilər. Məsələn, I visit my grandma's. Apostrof s. Mən nənəmgilə gedirəm. Uşaqlar, əgər cümlənin sonunda apostrof s gəlirsə, biz bunu gil kimi tərcümə eləyirik. Nənəmgil, okey? Nənəmgil. Yəni, mən bunu belə də deyə bilərəm. I visit my grandma's house. Mən nənəmgilin evinə gedirəm. Əgər isim vermirəmsə, mən onu cümlənin sonunda işlədəndə necə tərcümə eləyirəm uşaqlar? Nənəmgil. Aydındır uşaqlar. Azərbaycan dilində olduğu kimi. Ya deyirəm nənəmin evinə gedirəm və yaxud da nənəmgilə gedirəm. Okay? Məsələn, burada adam adı ilə də deyə bilərəm. Məsəl üçün, I go to Leyla's. Heç onu demirəm, okey. Mən Leyla gilə gedirəm. Və yaxud da Leyla's house. Mən Leylanın evinə gedirəm. Ümid edirəm, aydındır uşaqlar, çətin heç bir şey yoxdur. Əgər unutsanız, yenidən videoya qayıdıb baxa bilərsiniz. İndi isə uşaqlar deyir ki,
Rewrite, rewrite, yenidən yazın. The sentences, cümlələri yenidən yazın. Using the possessive s. Yəlik apostrofesindən istifadə eləyərək cümlələri yenidən yazın. Gəlin bir yerdə eləyək. Dan has brown hair. Dan'in qəhvəyi saçı var. Has nədir? Var. Biz bunu 5-ci sinifdə də keçmişik, 3-cü sinifdə də keçmişik. Have, has, var deməkdir. İndi onu yiyəli ilə çeviriblər və deyirlər. Dan'in saçı qəhvəyidir. Dan's hair is brown. Dan'in saçı qəhvəyidir. İndi isə belə deyəcəyik. İkincini eləyirik. Maria has blue eyes. Maria'nın mavi gözləri var. İndi deyəcəyik ki, Maria'nın gözləri mavidir. Maria'nın. In neydi? Apostrof S. Gözləri neydi? Maria'nın gözləri. Maria's eyes. Uşaqlar, eyes cəmdə olduğuna görə to be-nin are formasını istifadə edirik. Are blue. Sorry. Okay, are blue. My mom has long hair. Anamın uzun saçı var. İndi deyəcəm ki, anamın saçı uzundur. My, anam nədir? My mom. Anamın nə olacaq? In, apostrof S. Anamın saçı hair uzundur. Is long. My mom's hair is long. Sonra dördüncüyə baxırıq. My cousin has a big garden. Mənim kuzenimin böyük bağı var. İndi bu cümləni yiyəlik cümləsinə çevirək. Kuzenimin bağı böyükdür. My, kuzenim, my cousin, kuzenimin, in şəkilçisi, apostrof S, bağı nədir? Garden, böyükdür, is big. My cousin's garden is big. Kuzenimin bağı böyükdür. Və sonra uşaqlar 5-ci tapşırıqda deyir ki, istifadə edin. Draw your family tree. Ayrı ağacı çəkin. Ask and answer questions with a partner. Və yoldaşınızla sual soruşub cavab verin. Who is that? O kimdir? That's my uncle. O mənim əmimdir. His name's Maria. Onun adı Mario'dur. Bu cür tapşırığı sinifdə və yaxud da evdə də özünüz üçün məşq eləyə bilərsiniz. Bu qədər uşaqlar, bugünkü mövzumuz deməli bizim nə oldu? İsmin yiyəlik halı və yiyəlik sifətləri. Başa düşmədiyiniz bir sual olanda yazın, qeyd eləyin, nəyi izah etməyimi istəyirsinizsə izah edərəm böyük məmnuniyyətlə. Kanalı bəyənin, abunə olun, sağ olun.